amma üzündəki qırışıqlar sanki bütün bir ömrün yükünü daşıyırdı. Onun dünyası yalnız oğlu Kemalın ətrafında fırlanırdı. Kemal onun tək varisi, həyat mənası, hər səhər gözünü açma səbəbi idi. Arvadı Ləmanı isə 12 il əvvəl oğullarının dünyaya gəlişi zamanı itirmişdi. Həmin gecə Ömərin dünyası 2 dəfə dəyişdi. Bir göz yaşında oğlu ata oldu, digər göz yaşında isə ömrünün ərköyünü itirdi. Ləmanın sakit üzü həmin axşam ona son dəfə gülümsəyəndə Ömər and içdi, bu balanı sənin sevginlə böyüdəcəyəm. Və elə də oldu. Ömər həm ana, həm də ata oldu. Kemal 12 yaşına çatana qədər Ömər üçün hər gün bir sevinç, bir mükafat idi. Oğlunun ilk addımlarını, ilk sözlərini, məktəbdəki ilk uğurlarını yaddaşına həkk etdi. Onlar küçədə futbol oynayanda, Bakının dağlıq parklarında gəzəndə, dərslərinə kömək edəndə Ömər özünü dünyanın ən varlı adamı hiss edirdi. Atam, mən səninlə fəxr edirəm, deyəndə Kemalın saf səsi Ömərin ürəyindəki bütün yaraları sağaldırdı. Amma taleyin öz planları var idi. Kemal 13 yaşına qədəm qoyanda halsızlıq və davamlı qızdırma şikayətləri başladı. Əvvəlcə buna diqqət yetirmədilər, amma Kemal getdikcə solğunlaşır, iştahasını itirirdi. Bir gün məktəbdə bayıldı. Təcili yardım onları klinikaya aparanda həkimlərin ciddi üzləri Öməri ürpərtdi. Müayinələr, testlər, gözləmələr. Nəhayət, həkim onu kənara çəkib acı həqiqəti dedi. Cənab Ömər, Kemalda ağır bir xəstəlik var, sümük iliyi xərçəngi. O an Ömərin dünyası başına dağıldı. Hava çəkildi, səslər uzaqlaşdı, yalnız ürəyinin döyüntüsü və həkimin sözləri eşidilirdi. Müalicə çətindir, amma imkan var. Kemal xəstəxananın oğlanlar üçün otağında yatırdı, pəncərədən evlərin damlarına, uzaqda görünən Xəzər dənizinə baxırdı. Atam, mən sağalacağam, elə deyilmi? Deyə soruşdu sakit səslə. Ömər oğlunun əlindən möhkəm yapışdı. Əlbəttə, oğlum. Allah bizi tərk etməz. Müalicə ağır idi. Kemalın saçları töküldü, çəkisi azaldı, amma gözlərindəki işıq heç sönmədi. Ömər hər gün işdən sonra birbaşa xəstəxanaya gəlir, gecələr oğlunun yatağının kənarında keçirirdi. Bir gün Kemal ağrılardan qıvrılarkən Ömərə baxıb dedi, atam, mən anamı çox istəyirəm. Ömərin boğazı düyünləndi, mən də, oğlum, mən də. O bizə yaxındır, inan. Pul çatışmırdı. Müalicə xərcləri Ömərin qazancından çox idi. O, ailə evini girov qoydu, köhnə avtomobilini satdı, hətta atalarının qalan kiçik torpağını da satmağa məcbur oldu. Amma üzülmürdü. Pul yenə qazanılar, əsas olan sənsən deyə Kemalı sakitləşdirirdi. Günlər həftələrə, həftələr aylara çevrildi. Kemalın vəziyyəti ağırlaşırdı. Həkimlər ümidsizcəsinə başlarını silkəlirdi. Bir axşam baş həkim Öməri yanına çağırıb dedi, artıq edə biləcəyimiz bir şey qalmayıb. Son mərhələ. Çox üzr istəyirəm. Ömər otağı tərk edəndə ayaqları onu daşımırdı. Xəstəxananın ibadətxanasına getdi, kiçik, sakit bir otaq. Diz üstə çöktü, alnını sərin mərmərə qoydu və Allaha üz tutdu. O gecə ilk dəfə Ləmanın ölümündən sonra acıqlı-acıqlı ağladı. Allahım, mən səndən heç nə istəmədim. Həyatımın sevincini aldın, amma şikayət etmədim. Amma oğlum, o mənim hər şeyimdir. Onu məndən alma. Ya Rəbb, ya Rəbb. Duaları yalvarışa çevrildi. Hər gün ibadətxanada saatlarla qalırdı. Bəzən Kemalın yanında dua edirdi, sakitcə Quran oxuyurdu. Bir gün Kemal ona dedi, atam, mən Allaha inanıram. O, nə etsə xeyir üçün edir. Həmin gecə Ömər yuxuda arvadı Ləmanı gördü. Aydın, sakit, gülümsəyirdi. Ömər, ümidini itirmə. Oğlumuz sağalacaq, dedi və üzünü çevirdi. Ömər gözlərini açanda ürəyində ilk dəfə bir rahatlıq hiss etdi. Ertəsi gün həkimlər qəribə bir şeyi müşahidə etdilər. Kemalın yaxşılaşma əlamətləri var idi. Testlər təkrarlanıldı. Nəticələr heyrətamiz idi, xərçəng hüceyrələri azalırdı. Həftələr keçdikcə bu dəyişiklik aydınlaşdı. 3 ay sonra baş həkim sevinclə elan etdi, remisiya. Kemal sağalır. Ömər oğluna sarıldı və ikisi də ağladı. Xəstəxana koridorunda Allahu Ekber səsləri ucaldı. Möcüzə baş vermişdi.
Kəmal tam sağaldı. Bir il sonra məktəbə qayıtdı, həyat yenidən normal axına qayıtdı. Ömər və Kəmal üçün hər gün bir hədiyyə idi. Oğlu böyüyüb mühəndis oldu, ailə qurdu. Toy günü Kəmal atasının əlini öpüb dedi, atam, sənin duaların və səbrin məni xilas etdi. Ömər indi qocalıb, nəvələri ilə oturub keçmişdən danışır. Hər səhər şükür namazı qılır və deyir, Allahım, sən böyüksən. Sənin qarşında acizəm, amma sənin mərhəmətin sonsuzdur. Onların hekayəsi ətrafda dillər əzbəri oldu. İnsanlar çətin anlarında Öməri xatırlayır, ümid etməyi öyrənirdi. Çünki bilirdilər ki, Allahın qapısı heç vaxt bağlı deyil, o duaları eşidən, dərdlərə şəfa verəndir. Ömər bir gün nəvəsinə deyirdi, bala, həyatda heç vaxt ümidini itirmə. Allah sınaq üçün bəla verər, amma o, hər dərdin dərmanına qadirdir. Unutma, dua qəlbin dilidir, Allah isə hər səsi eşidir. Kəmal isə öz oğluna deyərdi, mənim həyatım 2 möcüzə ilə doludur. Biri məni dünyaya gətirən anamın məhəbbəti, digəri isə məni yaşadan atamın səbiri və Allaha olan sonsuz inamıdır. Və beləcə bu hekayə nəsildən nəsilə ümid və iman dəyərlərini ötürür. Çünki insan acizdir, amma Allaha olan inamla dağları yerindən tərpədə bilər. Ömər və Kəmalın hekayəsi də bunun sübutudur. Bir ata ilə oğlunun sınaq qarşısında sarsılmaz qalan məhəbbəti və dua ilə gələn möcüzənin əbədi izi.